Salam aziz izləyicilər, xoş gördük sizləri. Bugün 3 aprel 2026-cı il. İstəyirəm ki, dövlətə artım və gəlir haqqında, xərclər haqqında sizinlə bir video paylaşım. Mart ayı üçün nə qədər yemə pul vermişəm, gəlirim nə qədər olub, onlar haqqında video çəkim. Heyvanların altını təmizlədim. İndi isə qabaqlarını təmizləmək lazımdır. Heyvanların bəziləri ayaqlarını axıra qoyur. Çünki boyunlarına üstündən gedən dəmirlər hündürdən sıvarkalanır. Bəzi işlər yenə görülməlidir. Sonra isə süpürgə ilə qabaqlarını təmizləyirəm ki, artıq qırıntılar, zizibir təmizlənsin. Hər gün 2 dəfə demək olar ki, bu işləri görürəm, axır üçün. Heyvandarlıqda ən ağır məsələ, ən ağır iş heyvan məsələsidir. Çünki çox yer tutur, həm də ki, ağır bir işdir. Dostlar, 3 cür yem hazırlayıram. İnəklərim üçün, heyvanlarım üçün 3 cür yem. Demək heyvanlarımdan biri doğmalıdır, bugün sabahlıdır. Digər üçünün vaxtına hələ qalıb. Danalar üçünsə ayrı bir yem forması hazırlayıram. 6 cür yemim var. İstifadə edirəm. Kəpək, makaron, çiğ, cımıq, arpa yemi və qarğıdalı yarması, bir də duz. Duz mütləqdir. Kəpəyi demək olar ki, menüdən çıxarmışam, azaltmışam. Danaları demək 4 danaya yarım kilo səhər, yarım kilo axşam əlavə edirəm. Makaron 1 kilo səhər, 1 kilo axşam. Çiğ yarım kilo səhər, yarım kilo axşam. Cımığı da əvvəlcədən islatıram bir gün qabaq. Arpa yemi 1 kilo səhər, 1 kilo axşam. Qarğıdalı yerimdə həmçinin 1 kilo səhər, 1 kilo axşam. Dediyim bu yem forması danalar üçündür. İnəyin yemini ayrı verirəm, çünki qarışmasın. Biraz qüvvəli verirəm, biraz yox, çox qüvvəli verirəm. Boğaz o bir inəklərimə isə hələlik kəpək verirəm. Kilo yarım səhər, kilo yarım axşam birinə. Gün ərzində 3 kilo. Tezliklə bir neçə günə onların da yemini dəyişdirəcəm. Keçəcəm qüvvəli yemlərə. Demək olar ki, kəpəyi hər heyvana 1 kilo, yəni yarım kilo səhər, yarım kilo axşam formasında verəcəm. Digər yemləri isə artıracağım.
Biraz rasxod çox çıxır. Ona görə istəyirəm bu inəyi doğsun. Ondan sonra o biri 3 inəyin də yemini artırım. Qırmızı inəyim vot doğmalıdır. Qalan bu 3 inəyim isə 9-cu ayındadır boğaz. Təxminən aprelin 19-una düşür. Bu 3 inəyin doğmağı ardıcıl günlərdə toxumlanıb. Bilirsiniz dostlar, göngə buraxmışdım yayda açıq vəziyyətdə işlərinə. Və hər kəsə tövsiyə edirəm ki, göngə buraxsın. Süni maylanmadan elə göngə yaxşıdır. Çünki süni maylanma çox vaxt aparır. Həm vaxtı tuta bilmirsən, həm də çox vaxt da tutmur. Bilirsiniz ki dostlar, 4 dənə dişi danam var idi. Onlardan birini satmışam. O qırmızı erkək dananı aldım. Elə demək olar ki, başa-baş dəyişdirdim. Bu qırmızı inəyim 4-cü qarına gedir. Bir ildə qısır qalıb. 285-ci günündədir onun boğazlığı. Bunlar isə 9-cu ayındadır. Aprel ayının 19-una düşür bunların. 19-una, 15-inə. Bax belə bu arada doğmalıdırlar. Bunlar isə bazardan aldığım danalardır. 3 dana dişi. O satdığım dananı da kəsib satdığım siyah tutub. Demək olar ki, başa-baş 105 kilo gəldi. Başa-baş bu dana ilə, yəni bu dananı da aldım, başa-baş dəyişdim. Dişini erkək elədim. Fikrim elə o 3 dananı da elə etməkdir. Heyvan demək olar ki, vaxtını doldurub, amma doğma fikri yox. Axırın qabağının açıq olmağı daha məsləhətlidir. Çünki heyvan istədiyini yeyir, istəmədiyini isə yemir, burunlayır, qabağa atır. Yəni bununla da çox zircibili heyvan yemir. Həm də təmizləmək rahatdır. Dostlar, bayırda yaxşı hava var. Artıq 2 gündür ki, boğaz inəyimi çıxarıb paraqda buraxıram. Baş açıq vəziyyətdə, bağlamıram. Demək olar ki, onun doğum işini 50-50-yə asanlaşdırmaq istəyirəm. Heyvan gəzsə doğumu rahat keçirir. Otunu ayrı verirəm. Düzdür, biraz şərait yoxdur. Suyunu da əldə verirəm. Birazdan düzəldəcəm. Həm də paraqda biraz
2 ilin peyni var. Onları təmizləmək lazımdır. Yəni işlər çoxdur. Fikrim budur ki, bir neçə gündən sonra bu 3 boğaz inəyi də parağa buraxım. Qoy gəzsinlər. Dostlar, demək mən bir ay ərzində, yəni mart ayında 294 manat yemək pul vermişəm. Kəpəyə, makarona, çiğ, cımıq, arpa yemi və qarğıdalı yeminə 294 manat xərcim çıxıb. Gün ərzində 2 dənə də pres tökürəm qabaqlarına, birini səhər, birini axşam. Bunları da 3 manatdan hesablayaq. Bu da eləyir 180 manat. Otla yemi də toplam olaraq hesablasamız 474 manat bu heyvanlara xərcim çıxıb bir ay ərzində. Heyvanlarımız dediyim kimi boğazdır, süd vermirlər. Demək olar ki, gəlir olmuyor. 474 manat. Bunun hamısını cibimdən yiyiblər. Yanvar ayından artıq gəlirlər azalıb. Yəqin ki, heyvanlar doğandan sonra gəlirlərimiz görünməyə başlayar. Bayırdakı inek için su götürürəm. Dostlar, demək olar ki, təbii ot bitib, yonca qalıb. Yoncanı isə boğaz heyvana vermək məsləhət deyil. Bu dəfə isə yoncaların içində təbii ot gördüm. Bir 10 dənə qarışmışdı. Bunlardan istifadə edəcəm bir neçə gün. Ola bilər bəlkə bir 5-10 dənə ot alam. Belə otum var. Yəni yonca var, amma yonca vermək istəmirəm. Doğum olandan sonra yoncanı vermək daha məsləhətli olar. Heyvanı gündüzlər bura buraxıram. Axşam isə təxminən saat 8-in yarısı, 8-də isə aparıb tövləyə bağlayıram. Bir istədiyim odur ki, gecə doğmasın. Artıq gecələr baxmağa başlamışam. 2 gündür baxıram. Amma belə baxıram ki, bu heyvan hələ çox çəkəcək. Bu heyvanın anası da 296 günə dişi doğmuşdu. Təxminən mənim fikrimcə 290'ları görəcək bu heyvan. Yəqin ki, balası çox iridir. Ona görə
Dostlar, bir videonun da sonuna geldik. Mart ayı üçün nə qədər tövləyə xərc çəkmişəm, onu sizlərlə bölüşdüm. İnşallah növbəti videolarda görüşənədək. Sağ olun, sağlıqla qalın.